Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri sizlərə ev şəraitində hazırlanan çox dadlı, qatqısız ketçupun hazırlama qaydasını təqdim edirəm. İlk olaraq bütün tərəvəzləri, almanı yuyuruq. Əzizlərim, videoda hər şey aydın görünür. Sadəcə olaraq bir-iki fikir var ki, onları sizin nəzərinizə çatdırıram. Demək, tərəvəzləri, almanın özəyini, içini, toxumlarını hamısını təmizləyib, doğrayıb, ayrı qablara yığırıq. Videonun alt bölümündə resepti dəqiqliklə yazacağam. Siz oradan istifadə eləyərsiniz. Dərin bir qazan götürürük. İlk olaraq doğradığımız tərəvəzlərdən pomidoru qazana əlavə edirik. Ardınca bütün tərəvəzləri. Pomidor tez bir zamanda öz suyunu buraxdığı üçün birinci əlavə edirik ki, qazanın dibi tutmasın, tərəvəzlər öz suyunda bişsin. Qazanın qapağını da örtürük, vamodda tam yumuşalana qədər pişiririk. Tərəvəzlər tam yumuşaldıqdan sonra əl blenderindən keçiririk. Ketçupumuzun daha hamar, ipək, qəşəng görünməsi üçün süzgəcdən keçiririk. Beləliklə qabıqlardan, toxumlardan tamamilə təmizlənmiş olur. Baxın, görün necə gözəl alınıb. İndi də qarışığı yenidən qazana əlavə eləyib, orta odda pişiririk. Qaynara düşəndə üzərinə şəkər tozu, duz, üyüdülmüş mixək, sirkə və duru yağ əlavə edib yaxşı qarışdırırıq. Əzizlərim, hamımız bilirik ki, adətən bu cür hazırladığımız təamlarda qaynayanda sıçramalar olur. Videoda siz görürsünüz. Mən setka qapaqdan istifadə elədim. Əgər setka qapaq yoxdursa, bildiyimiz adi aş süzəndən də istifadə eləyə bilərsiniz. Ketçupumuzu istədiyimiz qatılığa gələnə qədər pişiririk. Qazı söndürməmə şərti ilə, yəni vamodda saxlayıb, qaynaya-qaynaya steril olmuş balaca bankalara doldurub, qapaqlarını möhkəm bağlayırıq. Üstünü örtürük, tam bir gün bu cür soyana qədər saxlayırıq. Bu reseptdən məndə 2 ədəd 480 qramlıq, 4 ədəd 300 qramlıq banka ketçup alındı. Bir bankanı açıb, ketçupun qatılığını və hamarlığını sizə göstərirəm. Görün necə gözəl hamar qatı alınıb. Yəni könül rahatlığı ilə hazırlaya bilərsiniz. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, fikirlərinizi şərh bölməsində mənimlə paylaşmağı unutmayın. Allaha əmanət olun.